Azərbaycanda halal yolla milyoner olan heç kimin səmimiliyinə inanmıram ki, mən halal yolla milyonçu olmuşam. İnanmıram, yoxdur. Mümkün deyil. Bu sistemdə, indiki məqamda heç kim deyə bilməz ki, gəlsin, məndən sizdən nəyləri artıqdır? Bax, məndən 20 yaş balaca uşaq, mənim 45 yaşım var, 25 yaşlı uşaq 500 minlik maşını necə sürə bilər Aygün xanım? Ağlı məndən üstündür, bacarığı məndən üstündür, yaraşığı məndən üstündür, zəhmətkeşliyi məndən. Necə ola bilər ki, bu 500 minlik maşını sürsün? Mən, məsəl üçün deyək də, o demirəm, mən niyə kasıbam, o niyə var? Mən Azərbaycan reallığını bilə-bilə bilirəm ki, bu uzaqbaşı iş fəaliyyətinə başlayır 21 yaşdan da universiteti qutarar. Sən 4 ilə nə işlə məşğul oldun ki, 500 minə, 600 minə maşın ala bilirsən? 1 milyonluq ev ala bilirsən, düzdür? O da başqa bir məsələdir ki, Bakıda 1 milyonluq ev nə gəzir? Yəni Bakı kimi yerdə 1 milyonluq ev olması nə deməkdir? Ümumiyyətlə, bu nə anlayışdır? O da başqa bir məsələ. Amma gəlsinlər sübut eləsinlər ki, Tural bəy, sən səhv deyirsən, mən halal yoluna, alın tərimlə Azərbaycanda bu pulu qazanmışam. Mümkün deyil. Ola da bilməz. Ona görə heç kim çıxıb efirlərdən varınla, pulundan öyünməsin.